Sosial şəbəkələrdə söyüş bloqeri kimi tanınan Qabil Məmmədovun yoxa çıxdığı haqda məlumat yayılıb. Publika AS xəbər verir ki, Qabil Məmmədovun həmkarları canlı yayımda ona zəng etdiklərini, ancaq onun cavab vermədiyini nümayiş etdiriblər. Eyni zamanda onun ailəsinin də telefon zənglərinə cavab vermədiyi iddia edilib. Qabil Məmmədovun 2 gündür canlı yayım açmadığı da vurğulanıb. Qeyd edək ki, olayla bağlı sosial şəbəkə istifadəçiləri kəskin reaksiyalar ilə seçiliblər. Bəziləri bunu şou adlandırıb, Qabilin və ətrafındakiların növbəti oyunu sayıb, bəziləri isə həddən artıq ağır ifadələrinə, söyüşlərinə görə Qabilin öz-özünü yoxa çıxartdığı, daha doğrusu gizləndiyini bildirib. Daha bir maraqlı məqam isə Ramiz Metiyevə qarşı ithamlar irəli sürülməsindən sonra baş verənlərdir. Bəzi iddialara görə xaricdəki söyüş blogerlərinin maliyyəsi Ramiz Metiyev və Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov tərəfindən təmin edilirmiş. Hazırda bu sistemin ifşası ilə söyüşçülər də qeybə çəkilməyə başlayıblar.